Ölçü transformatorlarına ən əsaslarından biri də ki, cərəyan transformatorudur. Cərəyan transformatoru, bax bu cür 0.4 cərəyan transformatoru bu cür formada olur. Bunun indi növləri özünün, məsəl üçün 200-ün 5-ədir bu. Yəni beləcə xarakterizə olunur, təsnifatlanır. Məsəl üçün 200-ün 5-ə olar, 100-ün 5-ə var, 250-nin, 400-ün 5-ə var. Yəni bu cür təsnifatlanır. Yəni bunun birinci tərəfindən 200 amper keçəndə, ikinci tərəfindən 5 amper keçəcəkdir. Yəni bu beləcəkdir. İndi bunun birinci və ikinci tərəfi nədir? Bax bu P1 yazılan birinci tərəfdir. P2 yazılan ikinci tərəfdir. Burada yəni bu krişka belə çıxır. Bax fikir verirsiniz. Bax bura ikinci tərəf bura adlanır. İkinci tərəfin birinci girişi buradır. Secondary 1, yəni secondary 1, secondary 2. Yəni ikinci tərəfin çıxışı belədir. Cərəyan transformatoru dövrəyə ardıcıl qoşulur. Nə tər dövrəyə ardıcıl qoşulacaq? Məsəl üçün xətt belə keçirsə, tutalım ki bu xəttdir. Cərəyan buradan belə gedir. Bunu bax bu cür formada qoşacaqsınız. Yəni məftil bunun içərisindən keçəcək. Yəni bu formada keçir. Cərəyan belə. P1 tərəf buradır. Yəni cərəyan buradan girdi. Buradan çıxdı. 200 amper keçsə, burada da öz növbəsində 5 amper göstərəcəkdir.